إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qawli. Əziz qardaşlarım, ilk olaraq özümə və sizə Allahdan qorxmağı tövsiyə edirəm. Bildiyiniz kimi, inşallah dərsimiz elmin fəzilətidir. Ümumiyyətlə, Allah Taala biz insanlara çoxlu nemətlər verib. Necə ki, Allah Taala Qurani Kərimdə buyurur ki, وَاِنْ تَعُدُّ نِعْمَةَ اللّٰهِ لَا تُحْسُوهَا. Əgər siz Allahın sizə verdiyi nemətləri saysaz, onun çoxluğundan onu sayıb qurtara bilmərsiniz. Yəni, vallahi, həqiqətən Allah Taala insana saysız, hesabsız nemətlər verib. Və bu nemətlərin əksəriyyətinin də qiyməti belə yoxdur. Ancaq bu dünyada insana verilən ən böyük nemətlərdən biri elmdir. Çünki insan elmin sayəsində özündən cahilliyi götürür. İnsan elmin sayəsində Rəbbinə yaxınlaşır. İnsan elmin sayəsində əbədi xoşbəxtliyi qazanır. Ona görə də hər bir müsəlman çalışmalıdır ki, ona faydalı verən elmdən bəhrələnsin. Vaxtını səmərəli istifadə eləsin. Ümumiyyətlə, alimlər faydalı elmi faydalı yağışa bənzədirlər. Yağış necədir? Hara düşərsə, ora fayda verir. Elm də elədir. Elm səninlə bir yerdədir. Sən hara gedirsənsə, bil ki, elm sənə fayda verəcəkdir. İmam Əhməd rəhməhullah buyurur ki, elm Allahın bir hədiyyəsidir. Allah Taala onu sevdiyinə verir. Allah Taala onu, şəri elmi sevdiyinə verir. Elm heç kəsə miras ilə verilmir. Əgər elm kiməsə miras isə verilsəydi, təbii ki, ilk olaraq Peyğəmbər sallallahu aleyhi və sələmin əhli beytinə verilərdi. Amma elm mirasla verilmir. Elm Allah Taala istədiyi şəxsə verir. Ancaq insan da nə etməlidir? İndi biz gələn dərslərimizdə səbəbləri qeyd edəcəyik. O səbəblərdən tutunmalıdır ki, səbəb götürməlidir ki, Allah Taala da nə etsin? Ona faydalı elmi nəsib eləsin. Ancaq insan nədir? Ona can atmalıdır ki, Allah Taala da ona o elmi versin. Elm elə bir nemətdir ki, insanın hər an ona ehtiyacı var. Və ona görə də insan həmişə elm almalıdır. Təbii ki, İslam dini heç bir elmə qarşı deyil. İslam elmi əksinə fayda verən hər bir elmə insanı təhrik edir ki, gedib elm alsın. Ancaq elmlərin içində ən əfsəli, fəzilət baxımından ən üstünü olanı İslam elmidir. Nəyə görə? Birbaşa olaraq insan Rəbbinin ona göndərdiyi dini öyrənir. İnsan Rəbbini öyrənir. Və insan bu dinin sayəsində Allah Taala'ya yaxınlaşır. Nə qədər ki, insanın elmi çoxalarsa, nə qədər ki, insan Rəbbi barədə daha çox məlumat əldə eləyərsə, vallahi ki, insan daha da Rəbbindən daha çox qorxar. Necə ki, Allah Taala Qurani Kərimdə buyurur ki, İnnəmə yaxşallaha min ibadihil uləmə. Mənim qullarım içində, Allahın qulları içində ondan ən çox qorxanı kimdir? Alimlərdir. Nəyə görə? Çünki Allah Taala barədə daha çox elmə sahibdirlər. Ona görə. Həmçinin insana qiyamət günü fayda verəcək ən böyük şeylərdən biri nədir? Faydalı elmdir. Çünki o elmin sayəsində insanın imanı qalxır. O elmin sayəsində insan cənnətə yaxınlaşır. Onun hər elm almaq üçün hər bir çətin anında ona savab yazılır. Əgər vaxtını səmərəli istifadə edib, səmərəli elm almaqda keçirdərsə,
vallahi Allah Taala onun hər anına görə ona savab yazılır. Allah Taala Quran-ı Kərimdə buyurur ki: "Yu'til hikmete men yeşâ ve men yu'til hikmete ve men yu'tel hikmete faqad utiye hayran kəsira." Buyurur ki, Allah Taala istədiyi kəsə hikmət nəsib eləyər. Allah Taala kimə hikmət vermişsə, ona çoxlu xeyir nəsib eləmişdir. Alimlər də qeyd edir ki, hikmətin başında duran da məhz faydalı elmdir. Fikir verirsiniz, Allah Taala Quran-ı Kərimdə nə buyurdu? Yu'til hikmətə men yeşə. Allah Taala istədiyinə hikmət verir. O hikmətin də başında nə durur? Elm durur. Demək Allah Taala bu şəri elmi istədiyinə verir. Biz müsəlmanlar da nə etməliyik? Ona can atmalıyıq ki, Allah Taala'nın istədiyi şəxslərdən olaq. Və ona görə biz müsəlmanlar nə etməliyik? Allahın elmini öyrənməyə çalışmalıyıq. Və həmçinin başqa ayədə Allah Taala buyurur ki: "Şəhidallahu ennehu la ilahe illa huve vel melaiketu ve ulul ilmi qaimen bil qist. La ilahe illa huvel azizul hakim." Deyir Allah Taala özündən başqa Tanrının olmamasına şahidlik verir. Həmçinin mələklər və alimlər də şahidlik verirlər. Fikir verirsiniz, mələklər və elm əhli də şahidlik verir. Fikir verin, Allah Taala bu ayədə özünün tək Allah olmasına, tək ibadətə layiq olmasına şahidlik verir. Sonra isə mələklərin şahidliyini gətirir. Sonra isə mələklərlə yanaşı, Allah Taala özü ilə mələklərlə yanaşı insanların içində yalnız və yalnız alimlərin şahidliyini qeyd edir. Bu onların, bu elm əhlinin fəzilətinə dəlalət edir. Həmçinin Allah Taala onların şahidliyini mələklərin şahidliyi ilə yanaşı qeyd edir. Bilirik ki, mələklər yəqinliklə Allaha inanırlar. Yəqinliklə Allahın tək ibadətə layiq olan Tanrı olmasına inanırlar. Və elm əhli də elədir. Onların qəlbində şək şübhə yoxdur. Və ona görə də Allah Taala onların şahidliyini mələklərin şahidliyi ilə yanaşı qeyd edir. Allah Taala onların şahidliyini özünün şahidliyi ilə yanaşı qeyd edir. Və bu ayədə Allah Taala onların şahidliyini qeyd eləməsi Allah Taala elm əhlinə zamin durmasına dəlalət eləyir. Allah Taala da kimə zamin durur? Yalnız və yalnız razı qaldığı şəxslərə. Görürsünüz, bu ayənin içində nə qədər faydalar var, hansı ki, hamısı elm əhlinin fəzilətinə dəlalət eləyir. Ona görə müsəlman çalışmalıdır ki, Allahın elmindən alsın. Nə qədər Allahın elmindən alacaqsa, nə qədər onun Allah barədə olan elmi artacaqsa, Allaha yaxınlaşacaq. Ona görə Allah Taala Quran-ı Kərimdə başqa ayədə nə buyurur? Həl yəstəvillezine ya'lemun vellezine la ya'lemun? Bilənlərlə bilməyənlər eyni ola bilərlərmi? Təbii ki, eyni deyillər. Bilənlərlə bilməyənlər heç vaxt eyni ola bilməzlər. Bu Allah Taala burada sual versə də burada inkar forması var. Yəni heç vaxt bilənlərlə bilməyənlər eyni ola bilməzlər. Allah Taala bu ayədə alimlərin insanlardan üstün olmağını qeyd edir. Elm əhlinin insanlardan üstün olmağını qeyd edir. Allah Taala onları bilən, yerdə qalmayanları isə, yerdə qalanları isə necə adlandırır? Bilməyənlər adlandırır. Ona görə insan çalışmalıdır ki, məhz bilənlərdən olsun. İnsan çalışmalıdır ki, məhz Allahın razı qaldığı şəxslərdən olsun. O da necə olur? Elmlə olur. Təsəvvür edin, Allah Taala yer üzünə peyğəmbərlərini göndərdi. Və peyğəmbərlər də yer üzünün ən əfsəl insanları idi. Və peyğəmbərlərə də Allah Taala ən xeyirli duaları öyrətdi ki, onlar o dua vasitəsilə Rəbbindən istəsinlər. Görün, Allah Taala Quran-ı Kərimdə peyğəmbərinə əmr eləyir ki, nə dua eləsin? Və qul Rabbi zidni ilmə. De, istə, Allaha dua elə ki, elmimi artırsın. Fikir verirsiniz? Gör, Allah Taala peyğəmbərinə hansı duanı tövsiyə edir? Hansı duanı əmr eləyir ki, o Allah Taaladan istəsin?
Başqa bir ayədə nə buyurur? İnnəmə yaxşallaha min ibadihil uləmə. Qullarım içində ən çox məndən alimlər qorxar. Qulları içində ən çox Allahdan kim qorxur? Alimlər qorxur. Nəyə görə? Onların Allah barədə elmləri yüksəkdir ona görə. Və Quran-ı Kərimdə belə ayələr həddindən artıq çoxdur. Quran-ı Kərimin hansı səhifəsini oxusaz, demək olar ki, Allah Taala orada elmə işarə eləyib. Yəni bu da nəyə dəlalət eləyir? Elmin fəzilətinə dəlalət eləyir. Allah Taala Peyğəmbər sallallahu aleyhi və səlləmə peyğəmbərlik verdi. Və onun yanına mələki Cəbrail əleyhissalamı göndərəndə nə dedi? Oxu. İqra. Oxu. Elm al. Təsəvvür eləyirsiniz? Bir mələyin ilk sözü nə olur? Elm al. Allahın kəlamı iqra olur. Ona görə Allah Taala Quran-ı Kərimdə nə buyurur? Fa'ləm ənəhu la ilahə illallah. Öyrən, bil ki Allahdan başqa ibadətə layiq olan Tanrı yoxdur. Fikir verin, Allah Taala demədi ya ibadətə layiq olan Tanrı yoxdur. Deyir, öyrənin, bilin. Çünki sən nə qədər elm alacaqsansa, Allaha daha çox yəqinliklə inanacaqsan. Sənin imanın daha çox artacaq. Ona görə müsəlman hər zaman elm almalıdır. Allah bu qədər ayələr saydıq. Hələ biz çox az bir qisminə toxunduq. Allah Taala fikir verirsiniz, bizə nə qədər elm almağımızı təhrik elədi. Səbəb də nədir? Səbəb də özümüzdən cahilliyi götürməkdir. Çünki İslam həmişə insanları elm almağa təhrik eləyib. Bu günlərim İslamın adını pis çıxardılar ki, bunlar cahildir. Yox. Allah Taala'nın gör nə qədər ayəsini biz burada zikr elədik, hələ azını zikr elədik ki, Allah Taala ancaq insanı nəyə təhrik eləyib? Elm almağa təhrik eləyib. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərində elm almağa nə qədər yer verib. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrini, Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətini, Peyğəmbər sallallahu aleyhi və səlləm bütün insanları elm almağa təhrik eləyib. Mən sələkə, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən yuridillahu bihi xeyran yufəqqihu fiddin. Allah Taala kimə xeyr nəsib eləyərsə, onu dində bilikli adam eləyər. Onu dində fəqih eləyər. Onu dində alim eləyər. Biz nə etməliyik? Allahın o istəyinə can atmalıyıq. Biz oturub vaxtımızı səmərəli istifadə eləyib, ləzzətləri qırağa qoyub elm almalıyıq ki, Allah Taala da onu bizə versin. Yoxsa biz əziyyət çəkmədən elm gəlməyəcək. Necə ki, Əbu Hatimin Razi deyilir, buyurur, bu elm qəlb rahatçılığı ilə gəlmir. Sən əziyyət çəkməlisən. Allah Taala da sənin o əziyyəti mükafatlandırmalıdır. Allah Taala da sənin o əziyyəti əvəzini verməlidir. Sən elm almaq istəyirsənsə, hökmən, indi biz ədəblər qeyd eləyəcəyik, hökmən sən o vaxtından, hətta qəlbində olan niyyəti belə xalis eləməlisən ki, Allah Taala o faydalı elmi sənə versin. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən sələkə tariqən yəltəmisu fihi ilmən səhhəlallahu ləhu tariqən iləl cənnə. Kim elm almaq üçün yola düşərsə, Allah Taala onun cənnətə gedən yolunu asanlaşdırar. Fikir verirsiniz, deyir, kim elm almaq üçün yola düşərsə, Allah Taala onun cənnətə gedən yolunu asanlaşdırar. O qövm ki, Allahın evinin birində yığışıb, onun kitabını oxuyar və öz aralarında onu araşdırarlarsa, Allah Taala tərəfindən onlara sükunət nazil olar. Allahın rəhməti onları bürüyər, mələklər onları əhatə eləyər və Allah Taala öz dərgahında onları xatırladar. Bu hədisə fikir verin, bir dənə diqqətlə fikir verin. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim elm almaq üçün yola düşərsə, Allah Taala onun getdiyi yolu, cənnətə getdiyi yolu asanlaşdırar. Alimlər buyurur ki, Allah Taala insanın elm aldıqda o yol ki gedir ha, necə cənnətə asanlaşdırır? Birinci həqiqətən onun getdiyi o yol, addımladığı o yol, əziyyət çəkib getdiyi o yol həqiqətən onu cənnətə aparır.
O həqiqətən o cənnət yoludur. İnsan harasa bir yerə getdikdə nə qədər addım atırsa, məsafə qət eləyirsə, yaxınlaşır. İnsan da elm almaq üçün nə qədər məsafə qət eləyirsə, cənnətə yaxınlaşır. İkinci, həmçinin alimlər buyurur ki, Allah Taala o elm alan adama əməl qapısını açır. Və o əməl elədikcə, faydalı əməllər gördükcə cənnətə yaxınlaşır. Bu iki şeylə insan həqiqətən də elm alarsa, Allah Taala onun tutduğu yolu cənnət yolu eləyir. Və buyurur ki, o qovm ki, Allahın evlərin birində yığışıb, Allahın kitabını oxuyar və onu öz aralarında araşdırarlarsa, yəni faydalı elmlə məşğul olarlarsa, Allah Taala tərəfindən onlara sükunət nazil eləyər. Vallahi, bunu elm alanlar bilirlər ki, həqiqətən də elm məclislərində sükunət var. İnsan qəzəbli olaraq gəlir, özü onun hamı şahidi olub da, yəni Allah Taala onun o qəzəbini götürür. Dərdli olaraq gəlir, dərdi unudur. O yerlər ki, həqiqətən Allah Taala zikr olunur. Allahın istədiyi məclislərdir. Vallahi ki, onlar o sükunətin nazil olmasının şahidi olurlar. Və mən inanıram ki, sizin hamınız da onun şahidi olmusunuz. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmdən buyurdu, onları rəhmət bürüyər. Və insan da bu dünyada nə üçün yaşayır? Allahın rəhmətini qazanmaq üçün. Çünki hər bir insan Allahın rəhməti ilə cənnətə girəcək. Allahın rəhmətini qazanmayan insan cənnətə girməyəcək. Və Allah Taala da o məclislərə öz rəhmətini göndərir. Və bu da insanın bağışlanması üçün, Allahın rəhmətini qazanması üçün böyük səbəbdir. Və buyurur ki, mələklər onlara əhatə eləyər. Təsəvvür eləyin, Allah Taalaya asi olmayan, yalnız Allahın əmirlərini yerinə yetirən pak qullar, mələklər, günahı olmayan mələklər o elm məclisini əhatəyə alarlar. Vallahi həqiqətən də əhatəyə alırlar. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm dediyi haqqdır. Bu da nə Allah Taala onları nəyə görə göndərir? Oradakı elmin fəzilətinə görə göndərir. Yəni insanlar mələklərdən fərqli olaraq insanlar asi qullardır. İnsanlar istər-istəmədən xəta eləyirlər. İnsanlar istəmədən günahlara yol verirlər. Ancaq gör Allah Taala elmi nə qədər şərəfləndirib ki, elmi nə qədər üstün tutub ki, pak mələkləri onları əhatəyə alması üçün göndərər. Başqa rəvayətdə də gəlir ki, indi qeyd edəcək, pak qanadlarını onların ayaqları altına sərərlər. Bu da elmin nə qədər fəzilətli, önəmli olmağını göstərir. Və Allah Taala buyurur ki, onları öz dərgahında xatırlayar. Necə xatırlayar? Allah Taala onları mələklərin yanında qeyd eləyər. Filan kəs oturub məni qeyd eləyir. Filan kəs oturub məni qeyd eləyir. Zikr eləyir. Bu insan üçün böyük bir fəzilətdir. Vallahi hansısa bir vəzifəli bir şəxs tanımadan gəlir sənə salam verir və yaxud da sənin adını hansısa bir məclisdə qeyd edir, sənin görürsən ki, hamı onun öz şəklini onunla paylaşır, neyinir. Amma bir də var ki, səni yaradan, dünyayı göyü yaradan, xaliq olan, tək olan Allah Taala, hər şeyin sahibi olan Allah Taala sənin adını qeyd edir, sənin adını zikr edir. Nəyə görə? O elmə görə. Sən ki, dizivi atıb Allahın elmini alırsan, Allah Taala daha xeyirli məclisdə sənin adını qeyd edir. Bu, elm əhlinin elmi almağın fəzilətinə dəlalət eləyir. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, insan öldükdə, Adəm övladı öldükdə əməl dəftəri bağlanır. 3 şeydən başqa. Ardı arası kəsilməyən sədəqə, faydalı elm və valideynləri üçün dua edən əməli salih övlad. Hədisə fikir verin. Burada deyəndə ki, əməl dəftəri bağlanır, kəsilir. Günahlar aid deyil. Təbii ki, insan bir günah qoyub gedibsə, kim o günahı edəcəksə, ona qiyamətə qədər günah yazılacaq. Ancaq savab dəftəri isə umumilikdə görürsən ki, bağlanır.
Üç şeydən başqa. Ardı arası kəsilməyən sədəqə. İnsan yol çəkibsə, qiyamətə qədər o yoldan kim istifadə eləyəcəksə, həmin müsəlmana savab var. Ardı arası kəsilməyən sədəqə. Və yaxud da məsələn ağac əkmisənsə, qiyamətə qədər kim ki o ağacdan yeyəcəksə, kim ki o ağacdan bəhrələnəcəksə, kölgəsində oturub istirahət eləyəcəksə, qiyamətə qədər sənə savab var. İkincisi elm, faydalı elm. Sən əgər faydalı elm qoyub getmisənsə, qiyamətə qədər sənə savab var. İnsanlar nə qədər ki o faydalı elmdən bəhrələnəcəksə, sənə qiyamətə qədər savab var. Elə bil ki, sən bir kəsi namazı öyrətmisən, sən bir kəsi zəlalətdən çıxartmısan, sən bir kəsi Allah'a yaxınlaşdıran bir əməli öyrətmisən. Nə qədər ki o əməl eləyəcəksə, sənə savab var. Nə qədər o kiməsə öyrədəcəksə, şəbəkə kimi yayılacaqsa, hamısından sənə qiyamətə qədər savab var. Üçüncüsü nədir? Əməli salih övlad qoyub getmək. Hansı ki, valideyninə dua eləyir. Savab var. Qiyamətə qədər savab var. Necə qiyamətə qədər? Məsələn, o əməli salih övladla öz oğluna hədisi öyrədib, əməli salih əməlləri öyrədib, Allaha yaxınlaşdıran əməlləri öyrədib və o da valideynin üçün dua eləyirsə, bundan həm atasına, ata-anasına savab var, həm də babasına savab var. Bu cürə qiyamətə qədər inşallah gedir. Fikir verirsiniz, 3 cürə əməldir. Ardı arası kəsilməyən sədəqə, elm və əməli salih övlad. Alimlər qeyd edir ki, bu 3 növün hamısı yalnız və yalnız bir şəxsdə cəm ola bilir. O da kimdir? Elm əhli. Elm əhlində cəm ola bilər, üçü də. Yəni Allah Taala 3 ayrı-ayrı fəzilət nəsib eləyib. İnsan birinə nail ola bilər, ikisinə nail ola bilər, üçünə isə yalnız və yalnız elm əhli nail ola bilər. Yalnız və yalnız. Bu da nəyi bildirir? Elmin fəzilətini bildirir. Bu elmin fəzilətinə dəlalət edən əzəmətli hədislərdən biridir. Təsəvvür edirsiniz. Kəthir İbn Qeys rahmehullah təbiindir. Buyurur ki, Dəməşq şəhərində sahabə Əbu Dərda radiyallahu anhu ilə məsciddə oturmuşduq. Bir yerdə məsciddə oturmuşduq. Əbu Dərda radiyallahu anhu da Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrindən biridir. Biz bilirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etdikdən sonra sahabələri fəth olunmuş torpaqlara yayılırlar. Nəyə görə? Elmi yaymağa görə. Əslində onlar da Məkkə, Mədinədə qalardılar. Oradakı Məkkədəki namaz var 100.000, Mədinədəki namaz var 1000 və s. Yəni fəzilətli şəhərlər idi. Ancaq onlar elmə görə Allahın elmini yer üzərində yaysınlar deyinə, insanları zülmətdən nura çıxarmağa səbəb olsunlar deyinə, yer üzünə yayılırlar. Və Əbu Dərda radiyallahu anh da həmin o elmi yayan vaxtı Dəməşqdə idi. Mədinədən çıxmışdı və oturmuşdu. Bir nəfər buyurur ki, Kəthir ibn Qeys buyurur ki, bir nəfər bizə yaxınlaşdı. Dedi, ey Əbu Dərda, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin şəhəri Mədinədən çıxıb sənin yanıma gəlmişəm. Təsəvvür edirsiniz, Mədinə ilə Dəməşq arasında xeyli məsafə var. Xüsusən də təsəvvür edin ki, miniyin olmayan vaxtı, maşının, təyyarənin olmayan vaxtı. Nə ilə gəlirdilər? Dəvə ilə, atla, piyada gəlirdilər. Çoxu da ki, demək olar piyada gəlirdi. Çünki imkansızlıqdan, yəni görürsən ki, atları belə olmurdu. Günlərlə yol qət edirdilər. Buyurur ki, mən Peyğəmbər sallallahu aleyhi və sələmin şəhəri Mədinədən durub Dəməşqə sənin yanıma gəlmişəm. Vallahi, məni sənin yanıma gətirən hər hansı bir ehtiyacım deyil. Mən sənin yanıma elm almaq üçün gəlmişəm. Təsəvvür edirsiniz? Mədinədən durub Dəməşqə sahabənin yanına elm almaq üçün gəlir. Buyurur ki, vallahi heç bir ehtiyacım yoxdur. Ancaq elm almaq üçün gəlmişəm. Əbu Dərda radiyallahu anhu onu həvəsləndirsin. Əbu Dərda radiyallahu anhu onu elmə təhrik eləsin deyinə buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdim. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, kim elm almaq üçün
yola çıxarsa, Allah Taala onun cənnətə gedən yolunu asanlaşdırar. Mələklər öz qanadlarını razı halda elm tələb edən insanın ayaqları altına sərərlər. Yerdə və göydə nə varsa alimlər üçün bağışlanma diləyər. Hətta suda olan balıq belə. Alimlə abidin fərqi ayla göydəki ulduzların fərqi qədərdir. Ay necə onlar arasında, ulduzlar arasında seçilir. Alim də abidlər arasında elə seçilir. Və buyurur ki, həqiqətən də alimlər peyğəmbərlərin varisləridir. Çünki peyğəmbərlər nə bir dinar, nə bir dirham qoyub gediblər. Onların qoyub getdikləri miras yalnız və yalnız elmdir. Kim ki onların mirasından pay götürübsə, böyük bir xeyrə nail olmuşdur. Əbu Darda radiyallahu anhu ilk görürsünüz, elm almaq üçün gələn şəxsə bu hədisi deyir. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisini deyir. Ona görə də kim ki İslam elmindən pay götürübsə, Peyğəmbərin mirasından pay götürmüş hesab olunur. Təsəvvür edirsiniz? İnsan ona miras gəldikdə necə sevinir? Və nə qədər ki ona çox miras qoyublarsa, ona təşəkkür eləyir. Təsəvvür edin, ən fəzilətli insan yer yaranandan yer qiyamət gününə qədər, yer dağılacağı günə qədər ən fəzilətli insan Muhammed sallallahu aleyhi və səlləm idi. Kim ki şəri elmi alırsa, həmin o ən şərəfli insanın mirasından pay götürmüş olur. Ona görə biz nə etməliyik? O mirasa can atmalıyıq ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə yaxın olaq. Nə qədər ki biz Peyğəmbər sallallahu aleyhi və səlləm mirasından pay götürəcəksə, nə qədər ki biz o mirasda olan elmə əməl eləyəcəksə, vallahi qiyamət günü Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında olacağıq. Biz bilirik ki, həsəd aparmaq olmaz. Şəriət bunu qadağan eləyib. Ancaq görün, Peyğəmbər sallallahu aleyhi və səlləm elmin dəyərini bildirmək üçün nə buyurur? Buyurur ki, iki şəxsə həsəd aparmaq olar. Birincisi o şəxsdir ki, Allah Taala ona elm nəsib eləyib. Və o da o elmi neynir? Gecə gündüz Allah üçün xərcləyir, sərf eləyir, insanları faydalandırır, özü əməl eləyir. O insana həsəd aparmaq olar. İkincisi də ki, Allah Taala'nın mal verdiyi şəxsdir ki, o da neynir? O malı Allah üçün gecə gündüz sərf eləyir. O iki şəxsə şəriət icazə verib ki, yaxşı mənada qibtə eləməyi, həsəd aparmağı. Yəni, insan çalışmalıdır ki, o şəxslərdən olsun. Ola bilər Allah Taala sənə mal-mülk verməyib, məsləhət bilməyib, verməyib. Amma elm qapısını hamıya açıb. Ona görə baxırsan ki, insan 50 yaşında İslamı qəbul eləyib, insan 40 yaşında qəbul eləyib. Baxırsan ki, alimlərdən olub. Elə sahabələrin özünü götürün. Nə qədər sahabə var idi ki, yaşı çox idi İslamı qəbul eləyəndə. Ancaq sonra nə olur? Alimlərdən olur. Əbu Bakrın özü 40-a yaxın yaşı olur. Salman Farisi, bəzi rəvayətlərdə gəlir, İslamı qəbul eləyən 120 yaşı olur. Oturur Allahın elmini alır. Alimlərdən olur. Və yaxud da Fudayl ibn İyad kimi alimlər əvvəli quldur olur, axırı alim olur. Yəni, bunlar hamısı bizim üçün ibrətdir. Yəni, Allah Taala bu elm qapısını hamıya açıq qoyub, hamının üzünə açıq qoyub. Kim ki bu fəziləti nail olmaq istəyirsə, hamı çata bilər. Çünki Allah Taala'nın insanlara bəxş elədiyi bu böyük bir nemətdir. Ömər ibn Xattab buyurur ki, həqiqətən də insan evindən dağlar boyda savablarla çıxa bilər və elmin sayəsində tövbə eləyib günahsız qayıda bilər. Ona görə axırda da buyurur ki, elm məclislərini tərk eləməyin.